Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ağsaqqal Əla məzar daşı qoyuldu. Mərhum aktyor Azər Baxşəliyevə məzar daşı qoyulub. Olay yazır ki, bu barədə Elşən Orucov paylaşım edib. İnsultdan sonra qolu da sınan xalq artisti indi haradadır? İnsultdan sonra qolu da sınan xalq artisti indi haradadır? Xalq artisti Fatma Mahmudova xəstəxanada deyil, evindədir. Bu barədə Qaynarinfoya aktrisanın qızı Nigar Tofiq Fatma Mahmudovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə anasının müalicəsi ev şəraitində davam etdirilir. Həkimlər müalicə yazıb. Hələ bir müddət də müalicə almalıdır. İndi vəziyyəti normaldır. Amma yenə də diqqətli olmalıyıq, qeyd edək ki, bir müddət əvvəl insult keçirən xalq artisti Fatma Mahmudova yenidən yıxılıb. Aktrisanın qolu sınıb.